Kamil, nəsə əsəbisən elə bil biraz. Müəllim Əli bala video paylaşıb, ki güya məni döyüb, amma ringdə ağzını qaşımışdım onu. Abnaqlel prosta. Rusca mən bilmirəm, asıqlı. Deməli, sən deyirsən ki, Əli balanı sən udumsan. Prosto 3-cü raundda sən zədələndin, döyüş dayandı. Ona görə də Əli bala elə bilir ki, qələbə onun oldu. Amma məncə də elə deyil, çünki sizin hələ döyüşün nəticəsi tam bilinmədi. 3-cü raund olmadı axı. Buradan Əli balaya nə demək istəyirsən? Əli bala, gördün ki, ringdə heç nə eləyənmirsən, zədələməyə başladın. Duxun varsa mənə zədələmədən utda. Sənin sözündən. Sənin sözündən, yaxşıdır. Buradan bəs izləyicilərə nə demək istəyirsən? Hamı elə bilir ki, Əli bala səni udub. Bu şey o video çıxdı nastaşi çəkiyor. Bu Rusca deməli, mən bilmirəm, başa düşmürəm. Bəlkə heç kim başa düşmür, hə? Mən deyirəm ki, hamı görəcək kimdir əsas çempion. Yaxşı, bəs Əli bala ilə döyüş nə vaxt olsun? Bu 6-cı gün olmasın, çünki hələ zədən davam edir. Ondan sonraki növbəti 6-cı gün olsa necə? Problem yoxdur mən. Hazır olacaqsa? Hər dəfə onu döyməyə hazıram. Ay canavar, davay, işləyirik, hazırlaşırıq.